Salam əziz dostlar. Bugün PHP proqramlaşdırma dili dərsinin növbəti dərsindəyik. Bu günlər sizə mən while dövrü haqqında məlumat verəcəm. İlk öncə serveri yandıraq. Bunun üçün yeni bir PHP yaradaq. While dövrü demək olar çox lazımlı bir funksiyadır PHP-də. While nə üçündür? While dövrü while daxilinə yazılan bir şərt yerinə yetirildiyi halda while içərisinə yazılmış kodların təkrar çalışması deməkdir. Yəni eyni işi təkrar yazmağa ehtiyac yoxdur. While-ın daxilinə yazaraq o kodları təkrar çalışdırmaq olar. Necə? Məsəl üçün bir dəyişən bura yazaq, x bərabərdir 1 və yazaq while. While belə yazılır və yazıram x kiçikdir bərabərdir ondan və böyük mötərizə işarəsi açıb daxilinə yazıram. Gəlin bu ədədi ekrana çıxardaq. Ədəd x və hər dəfədə bu ədədi bir artıraq. Deməli biz burada nə yazdıq? X dəyişəni normalda bərabərdir 1-ə və biz burada yazdıq x plus bu əvvəlki dərsdən keçmişdi. Bu deməkdir ki, x-in artıq burada x 2 olacaq, yəni 1 idi, üzərində 1 də gəlib 2 olacaq. Və while-da dövr olduğuna görə, yəni bir fırlanır deyək ki, belə kod yazıldığı halda həmin kodlar buradakı şərt düzgün olduğu halda bunun içərisində yazdığımız kodlar təkrar işləyəcəkdir. Yəni ki, x bərabərdir 1-ə, burada yoxlayır birincisi, x 1-dir və ondan kiçik olduğuna görə içərisindəki kod işləyəcək. Və gəlir x 2-yə çevrilir, yenidən başa gəlirik. Burada yəni kod bitdiyi halda yenidən başa dönür. X 2-yə çevrilir və yuxarıya qalxırıq. X 2 də ondan kiçik olduğuna görə yenidən kodlar işləyir. Və belə artı gedir. 10-a çatana qədər. 10-cu x 10 olduqda belə işləyir. Artıq 11-də isə dayanacaqdır. 11-də dayandıqdan sonra isə while mötərizəsi bağlandıqdan sonra əgər nə kod yazmışıqsa, yəni dövr sona çatdıqdan sonra ondan sonra yazılan kodlar işləyəcəkdir. Bura bir son yazıb ekrana çıxartsam və yaddaş yazsaq, dərs 11 PHP test 1 PHP bu PHP-yə müraciət etdikdə gördüyünüz kimi belə nəticə alırıq. İzah etdiyim kimi də burada yəni x 1 olduğu halda ekrana ədəd x yazıldı, yəni x 1-dir və növbəti keçidliyi 2 oldu. Artı yəni bu şəkildə gedir, sonunda isə ən sonuncu şərt nə idisə o yazılır, ondan sonra isə daha sonra yazılan kodlar işə salınır. Məsəl üçün biz burada 10-u çevirib 5 etsəydik və bu bərabər işarəsini burada götürsəydik, yalnız 4-ə qədər burada göstəriləcək. Çünki 5-dən kiçik olduğu halda while yerinə yetirilmiş olmalıdır. Və gördüyünüz kimi yalnız 4-ə qədər göstərilir. Bərabər işarəsi qoymadığımıza görə 5-ə çatdıqda artıq dövr sona çatmış oldu. Daha aydın başa düşmək üçün növbəti bir nümunə göstərim sizə. Məsəl üçün biz array haqqında keçmişdik. Demək ki, biz burada bir sözlər dəyişən yazaq və bunun içində array tipi altında sözlər yazaq. Məsəl üçün, yəni arrayın daxilinə yazılmış bir adları siyahı şəklində ekranda göstərmək üçün while-dan istifadə etmək olar. Məsəl üçün, biz yazırıq bura arrayın daxilinə adlar, müxtəlif adlar yazıram.
müxtəlif adlar yazmaq olar. Bunu çoxaltma məqsədi ilə kopya edeyim. Eyni olacaq, eyb yoxdur. Artıraq. Və burada nə edəcəyik? Bildiyiniz kimi array 0-dan başladığına görə mən burada 0 yazıram. Və 0 yazıram və burada sonraki kodumuz nə olacaq? Sonraki kodumuz bu olacaq ki, dəyişən nəticə bərabərdir. Mən sizə keçmişdim ki, bu arrayın məsəl üçün sözlər dəyişəninin içərisində bu qədər adlar yazdıq. Məsəl üçün burada biz Aynuru ekrana çıxartmaq üçün sözlər kvadrat mötərizə məsəl üçün 0 yazıb, yəni indeksini yazıb onu ekrana çıxarda bilərdik. Və biz də while da belə bunu ekrana çıxartmaq üçün, yəni dövr daxilində belə bir şey var ki, nəticə bərabərdir sözlər, dəyişən sözlər mötərizə və burada hər dəfə x birinci dəfə 0-dır və hər dəfə x artdığına görə nəticə bərabərdir sözlər x. Bu nə deməkdir? Yəni nəticə sözlərə bərabər olduğu halda bu dövr edəcəkdir. Və hər dəfə x artdığına görə x artacaq. Ən sonuncu insana gəldikdən sonra artıq ondan sonra heç kəs olmadığına görə, yəni boş nəticə verdiyinə görə artıq bu dövr sonlanacaqdır. Yəni son sözü yazılacaqdır. Ekrana çıxardıb daha aydın görmək üçün biz belə edək. Nəticə. Və bu bir siyahı şəklində ekrana çıxacaqdır. Və bunu daha belə başa düşən olmağını istəyiriksə belə də edə bilərik. X elədiyimiz zaman, yəni gördüyünüz kimi qarşıda onun sayı, sonra isə həmin insanların adları burada çıxdı. 9 ad yazdığımıza görə 9-cu ada kimi dövr etdi bu və 9-dan sonra isə yazdığımız sonuncu əmr, yəni ekrana son sözünü çıxartma əmri görsəndi. While dövrü haqqında qısa olaraq bu qədər. While haqqında biz daha böyük nümunələr yazarkən sizə bunları daha açıq izah edəcəm və nümunələrdə gördükdə daha asan başa düşmək olur. Ümid edirəm ki, bu da sizə çox kömək olacaqdır. Və bir şey də nəzərinizə çatdırım ki, iç-içə while-da yazmaq olar. Yəni bu while daxilində istədiyiniz kodlar yaza bilərsiniz. O yüzden onun kimi yəni ikinci bir while içərisində yazmaq mümkündür. Bu qədər, növbəti dərsdə görüşənədək diqqətinizə görə çox